Bizim dilimizdə belə bir söz var, keyfiyyətsiz mal olanda və yaxud içi boş bir söhbətə rast gələndə deyir, ya bu Kitayskidir. Düzdür, Çin malları artıq Kitayski söhbətindən çoxdan uzaqlaşıb, amma bizim dilimizdə bu qalıb. Bəs yaxşı, sonuncu Çin xəbərdarlığı haqqında eşitmisinizmi? Bu da maraqlı bir şeydir. Belə ki, 1949-cu illərdə kommunistlər Çin Xalq Respublikasını elan etdilər qitə Çinində və homindansılar Çini tərk edərək Tayvan adasına yerləşdilər və orada Çin Respublikasını elan etdilər. Periodik olaraq bu iki dövlət arasında toqquşmalar davam edirdi. Aydındır ki, bu toqquşmada SSR Çinin Amerikada Tayvan tərəfini saxlayırdı. 1958-ci ilin avqustunda Çin ilə Tayvan arasında növbəti toqquşma oldu. Buna deyirlər ikinci Tayvan münaqişəsi və Çin gəmiləri Tayvan sularına bir balaca atəş açdılar. Aydındır ki, SSR Çinin tərəfini saxladı Amerikada Tayvanın və hər iki dövlət düzdür açıq münaqişəyə girmədilər. Bir-iki xırda toqquşma oldu. Amma Amerikanla Çinlər arasında olan münasibətlər lap gərginləşdi və 1962-ci ilə qədər, yəni 58-62-ci illərdə Amerika təyyarələri, gəmiləri dövrü olaraq Çinin sərhəd zonalarını pozurdular. Özü də açıq-açığına pozurdular. Çin də hər dəfə bunları qeydə alırdı və hər dəfə də Amerikaya sonuncu xəbərdarlıq edirdi. Düzdür, Çin bunların qarşısını heç vaxt da ala bilmirdi, almırdı. Yəni ləng tərpənirdi. Səbəbi də oydu ki, Çinin 58-ci artıq SSR ilə münasibətləri pozulmuşdu və eyni zamanda Mao Tse-nin apardığı böyük strateji siyasətdə Çinin iqtisadiyyatına böyük zərbə vurmuşdu. Ona görə Çin ancaq xəbərdarlıq eləməklə kifayətlənirdi. 1958-60-cı illər, 62-ci illərdə Çin Amerikaya 900 dəfə sonuncu xəbərdarlıq eləmişdi və nəticədə tarixdə belə bir deyim qalmışdı. Sonuncu Çin xəbərdarlığı.